Penetrant sahası, penetrant yəni həmin sahə qupqurudur. Betonun daxilində olan armaturlar daxil antikorroziya uğramış olur. Antikorroziya. Çünki biz betonun içində qərar mühit yetişdiririk. Korroziyanın üstündə də pasiv antikor yaranmış olur. Həm qurğumuz quruyur, həm də betonumuz sağlam qalır. O da binanın dayanıklılığına təsir edir. Mikron yerleşik bir organ gelmeli. Biliyorsun, ne kadar nüfuz ediyor o sizin materyal? Bizim material təsdiq olunur ki, 1 metrə qədər betonun içində nüfuz edə bilir. İlkin mərhələdə 35-45 sm nüfuz edir və 20 atmosfer suyunun qarşısında betonun istismar müddəti qədər alır. Orada bir tane məsələ var ki, məsələ siz deyirsiniz ki, buna tikilən zaman bizim təsir olaraq istifadə olunsa, penetron da minimum istifadə olunsa, belə çıxır ki, onda izolyasiya ehtiyacı yoxdur. Bu, biz hidroizolyasiya şirkəti olaraq bu işləri görürük. Heç bir digər izolyasiyaya ehtiyac qalmır. Yaxşı, üzr istəyirəm. Baxın, ikinci mərtəbə həmişə nəmi özünə cəlb edir, yəni minusdan söhbət gedir. Minuslar həmişə özünə nəmi cəlb edə bilən birinci mərtəbələrdir. Əvvəldən tövsiyə serisi 2 mərtəbəli, 3 mərtəbəni sizin betonla tiksinlər, yəni qalan qapısınlar, tavanına adi betonla Adi betonlar.